Bir yazır ki müsəlman deyilsiniz. Zaten qardaş biz müsəlman deyilik deyirik. Ancaq hicab zaten müsəlmanlıqda yoxdur. Bu əməlsiz alimlərin, şarlatan, fırıldaqçı, insanların haqqını yeyən, məqampərəst, şəhvətpərəst alimlərin özlərindən çıxartdıqları qaydalardır. O qədər bu cür qaydalar çıxarıblar ki, o qədər bu cür mənasız qaydalar çıxararaq insanları özlərinə tərəf çəkiblər və öz statuslarını, məqamlarını qaldırıblar yuxarı və insanlardan istifadə ediblər. Bax, bu həmin insanların uydurduğu bir məsələdir ki, hicab dində vacibdir. Yəni belə bir şey yoxdur. Nə Qurani-Kərimdə belə bir şey var, nə başqa bir dinin həqiqətində, özəyində belə bir şey var. Bu tamamilə cəfəng fikirlərdir ki, müsəlmanlar buna inanırlar. Hətta bu qədər irəli gediblər ki, Qurani-Kərimdə yazılmayan məsələni Qurani-Kərimə əlavə ediblər. Yəni Qurani-Kərimi ərəbcə oxuyan Nur surəsi 31-ci ayəyə diqqətlə oxusa və ərəbcə biləndən tərcümə eləsə, bilmirsə Google Translate vursa, həm süni intellektdə nə qədər tərcümə proqramları var, onlara vursa, görəcək ki, əslində Qurani-Kərimdə hicab məsələsi yoxdur. Görün nə qədər irəli gediblər ki, inanırlar ki, bu kitab Allahdan gəlib və deyirlər bu kitabda təhrif ola bilməz, ancaq özləri hicabı salırlar. Özləri təhrif edirlər göz görə-görə, sonra da deyirlər ki, təhrif ola bilməz. Orada olmayan sözü Qurana əlavə edirlər və bəli, elədir, həqiqətən də Qurani-Kərimdə onu deyim ki, o hicab ilə bağlı olduğu deyilən ayələrin heç birinin ərəbində, onu sizə deyək ki, yəni hicab sözü keçmir. Çünki hicab sözü özü də bir növ ərəb sözüdür. Yəni elə bilməyin ki, ərəbində başqa söz keçir, tərcüməsində hicab olmalıdır, xeyr.